Salam əziz müəllimlər, salam əziz abituriyentlər. Bildiyiniz kimi etdiyim sınavlar toplusunda artıq 4 sınavın biz izahını verdik. Hal-hazırda isə mən sizə 5-ci sınavın izahlarını verməyə çalışacağam. Gəlin suallarımıza keçid edək. Deməli, biz qarşınızda artıq sualları görürsünüz. Deməli, biz birinci sualdan başlayaq. Bu belədir. Deməli, birinci test tapşırığı gördüyünüz kimi. Və bizə deyir ki, Dunay və Reyn çayları üçün oxşar xüsusiyyətləri müəyyən edin. Deməli, mənsəbi daxili dənizlərdə yerləşir. Dunay çayının mənsəbi Qaradəniz daxili dənizdir. Reyn çayının mənsəbi Şimal dənizi kənar dənizdir. Ona görə birinci ifadə doğru deyil. Atlantik okeanın toplayıcı hövzəsində yerləşirlər. Bəli, doğrudur. 2. Mənsəbi Qaradəniz deyəndə Dunay Qaradəniz, Reyn Şimal dənizi ona görə yanlışdır. Mənsəbi mülayim dəniz iqlim tipində yerləşir. Yoldaşlar, Reyn mənsəbi mülayim dəniz olsa da, Dunayda mülayim kontinentaldır, ona görə olmaz. Bir neçə ölkə arasında axınlar doğrudur. Dunayda, Reyndə bir neçə ölkədən keçirlər. 2-5 və Almaniya arasında axınlar. Almaniyada bilirsiniz ki, Reyn-Main Dunay kanalı var, o sayları birləşdirir. 2-5-6 düzgün cavabımız oldu yoldaşlar. Y variantı birinci sualımızda. İkinci suala biz keçid edirik. Sual belədir. Sualda biz deyirik ki, cədvələ əsasən göllərə aid olan əlamətləri müəyyən edin. Gölün adı və səciyyəvi əlaməti bizdən soruşur. Burada gölü bilirsiniz İtaliyadadır. Aid olduğu ölkə tropik yumuşaqda yerləşir. Birinci ifadə təbii ki düzdür. Balxaş gölü bilirsiniz Qazaxıstandadır. İlis ayının mənbəyi ola bilməz. Balxaş axarsız göldür. Mənsəbidir. Bu ifadə yanlışdır. Viktoriya gölü bildiyiniz kimi Afrika materikinin sahəsidir. Ən böyük gölüdür. Platformanın əyilmə sahəsində yerləşir. Bu ifadə doğrudur. Bilirsiniz ki, Cənubi Amerikada dünyanın ən hündür yerləşən dağ gölüdür. Yerləşdiyi dağlar Kimmer qırışıqlığında yaranıb Ant dağları Alp qırışıqlığıdır. Böyük duzlu göl, dərə mənşəli göl deyil, yoldaşlar tektonikdir, şorsuludur. Balaton gölü Macaristanda, iki yarımkürədədir şimalda və şərqdə. Doğru cavab 1, 3 və 6 variant A bəndi hesab olunur. Növbəti suala keçid edirik. Üçüncü sual. Uyğunluq gözlənilmişdir deyir. Ay, dəniz və körfəz, okean. Kolorado çayı, sizlər bilirsiniz ki, Kaliforniya körfəzinə tökülür və burası Aksandır, doğrudur. Alin çayı, Cənubi Çin dənizi, bu ifadə düzgün deyil. O, Cənubi Çinə tökülmür. Andaman dənizi, İravadi və Salin Andaman dənizləridir. Bildiyiniz kimi, saytı yox, Hind okeanıdır. Lerna, təbii ki, burada yazıb Qara dənizi. Bunlar bakterilərə tökülür, ona görə də yanlışdır. O deyil. Deyək ki, Lena Karadeniz'e tökülür. Yukon bildiyiniz kimi Yukon müvafiq olaraq Deniz parçası düzdür. Sena sayı Şimal dənizi deyil, Lamas doğrudur. Ona görə də yanlışdır. İravadi Andaman Hind okeanı doğrudur. Cavab 1-4. 1-4-6 düzgün cavab B bəndi hesab olunur 3-cü sualda. Növbəti suala nəzər yetiririk. Sayıları iki okeanın toplayıcı hövzəsində yerləşən yarımadalar. Burada Arnhem indi görə bilərik. Burada sayılar olsa da bunun bir qismi belə deyək də. Hində bir qismi Avstraliyada aiddir. Amma Jutlandiya deyə bilmərik. Jutlandiya sayıları ancaq Atlantikədir. Malakka doğrudur. Bir də düzgün cavab Arnhem deyə bilmərik. Yox deyə bilərdik Avstraliyada. Deməli, 4-də düzgün cavabımız gəlin baxaq. Skandinaviyanın şimal istiqamlı axan sayıları Şimal Buz okeanına, istiqamlı axan sayıları Atlantik okeanına aiddir. Düzdür. İçərisində referat Hind okeanına, Yeşil Atlantik okeanı hövzəsində, Keypiyonun müvafiq olaraq şərqə doğru axan sayıları bilirsiniz ki, Arktikə, qərbə doğru axan sayıları Hində aid ola bilər. Düzgün cavab 4-də B variantıdır. Plineydən başlayan sayılar əsas etibarilə Atlantik okeanı hövzəsidir. Alyeska daha çox Sakit okean hövzəsidir. Koreyada ancaq Sakit okean hövzəsidir. Balkan sayıları ancaq müvafiq olaraq Atlantik okean hövzəsidir. Kola sayıları daha çox Şimal Buz okean hövzəsidir. Kamçatka yalnız da bildiyiniz kimi Sakit okean hövzəsidir. Abxazın yalnız da Atlantik okean hövzəsidir. Hindinin Hind və Sakit okean hövzəsi sayıları ola bilər. Düzgün cavabımız B bəndi hesab olundu. 5-ci suala nəzər yetiririk yoldaşlar. 5-ci sualın şərtinə biz baxdıqda bizə deyir ki, Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edən Volqa sayı və Dunay sayı yerləşdikdən ən uzun
Təbii ki, Volqa və Dunay əksisi Avropadadır və Avropanın ən uzun çayı Volqadır. Bu fikrə aiddir birə, yəni Volqaya. Mənsəbinin yerləşdiyi su hövzəsi qədim Türkistanın qalıqıdır. Bildiyiniz kimi Volqa çayı Xəzər, Dunay çayı Qara dənizə tökülür və hər ikisi qalıqıdır. Orta səhətdir bu itki. Okeandan gələn gəmilərin yalnız kanallar vasitəsilə qəbul edilir. Kanallar vasitəsilə qəbul edən bildiyiniz kimi Volqa çayıdır. Volqa-Don və Volqa-Baltik kanalları ilə qəbul edilir. Olacaq birinciyə 3. Qara dənizdən gələn gəmiləri birbaşa qəbul edə bilir Dunay çayı. 16. Toplayıcı hövzəsində Zavan dağlar mövcuddur. Dunay çayının hövzəsinə bilirsiniz, Zavan dağları var. Bu dağlara Alp, Karpat və Balkan dağları aiddir. Buna gedəcək 2-yə gedəcək 4. Ondan sonra biz deyəcəyik uzunluğu yalnız çayın uzunluğundan qısadır. Bu ortaq zatdır, hər ikisi üçündür, hər ikisi üçün qısadır. Və düşmə kəmiyyəti 500 metrdən çoxdur. Bildiyiniz kimi Volqa çayı Valday yüksəkliyindən gəlir deyə 500 metrdən azdır düşməsi. Dunay çayının düşməsi 500 metrdən çoxdur. Cavab 100, 4, 6, 2, 5 variantımız oldu yoldaşlar. Deməli, Y variantı 5-ci sualda. 6-cı test tapşırığına baxırıq. Say məsələsidir. Say şəbəkəsinin orta sıxlığı 0,8 km/km kvadrat, hövzənin sayısı 2200-dür. Həmin saydakı, həmin hövzədə olan sayların ümumi miqdarını tapın. Bilirsiniz ki, say şəbəkəsinin sıxlığı bərabər S bərabərdir. Əsas say L və onun qolları ilə birlikdə L bilirik ki, bölünsün toplayıcı hövzəsi F. Bizə bilgi gördüyünüz kimi 0,8 verilib. L'lər məlum deyil. Azayət toplayıcı hövzənin sayısı verilib 2200. Buradan L tapanda, yəni uzunluğu tapanda L bərabər olacaq. Təbii ki, 2200 vurulsun 0,8. Biz 2200-ü 0,8'e vurduğumuz zaman 2200 vur 0,8. Daha verir 1760 kilometre. Düzgün variant A variantı oldu. 6-cı test tapşırığında. 7-ci suala nəzər yetiririk. Doğru ifadələri müəyyən edin. Şimali Amerika materikinin çayları okeanın toplayıcı hövzəsində yerləşir. Bəli. Şimal buzlu, qərbdən sakit, şərqdən Atlantik bir doğru ifadədir. Davam edirik. Çayın su sərfi ilə səviyyəsi arasındakı əlaqə yox, düz mütəmadi olmalıdır. Səviyyə çox olanda toplayıcının canlı intəkini daha çox sərfi gətirir. Temza çayının səviyyəsi boyu təsmin dəyişmir. Bəli, bu doğru ifadədir. Çünki mülayim iqlim vilayətində yalnız boyu bərabər paylanır. Livingston şəlalələri yerləşdiyi çayın və Kongo çayından gedir. Toplayıcı hövzəsi yarımkürədə yerləşir. Şimal, cənub və şərq yarımkürəsi doğrudur. Ekvator xəttində kəsişdiyi üçün. Mekong, Xuanxə, Kolorado çayları musson rejimlidir yoldaşlar. Mekong, Xuanxə doğru olsa da Kolorado yanlışdır. Musson rejimli deyil. Lena və Petrol çaylarının mənsəblərində gecə və gündüzün növbələşməsi pozulmur fikri səhvdir. Çünki bunlar qütb dairəsi şimaldadır və bunların mənsəbində gecə və gündüzün uzunluğu, gündüzün növbələşməsi pozulur. Gündüzləri və gecələri müşahidə olunur müəyyən müddət. 1, 3 və 4 cavabımız oldu variantı 7-ci sualda. 7-ci test tapşırığına bir yerdə gəlin nəzər yetirək. Sual belədir. Doğru ifadələri müəyyən edin. 8-ci test tapşırığı. Doğru ifadələr. Azərbaycan ərazisində çaylar əsas relyef vahidlərinə uyğun olaraq 3 qrupa bölünür. Xeyr, 4 qrupdur. Qafqazın Şimal-Şərqi, Abşeron, Qobustan, Lənkəran və Kür hövzəsi. Ona görə də yanlışdır. Birinci fikir getdi. Altıqlı sellər arid klimatasyon relyefə malik ərazilərdə müşahidə olunur. Abşeron, Qobustan və Ceylan Suazunluqda ikisi doğrudur. Böyük Qafqazın Şimal-Şərq yamasının çayları əsasən qar və buzlaq sularla qidalanır. Samurçay, Qutarçay, Qudyalçay, Qarasay və Bərbərəçay doğrudur. Qafqaz tektonik zonasına keçən hamısı tranzit fikri yanlışdır. Çünki burada Tərtər məsələn ölkə daxilidir. Abşeron, Qobustan çayları quruyan çaylardır. Bəli, yayda quruyurlar 2, 3, 5. Talış dağlarının çaylarının düşməsi Araz çayının sol qollarının düşməsindən çoxdur. Xeyr, Araz çayının sol qollarının düşməsinə biz fikir verirsiniz. Burada Arpa çayı, Oxtu çayı, Kilan çayı kimi çayların düşmə kəmiyyəti Talış dağlarının daha çoxdur. Çünki Orta Araz vilayətinin mütləq hündürlüyü daha çoxdur. Ona görə cavabımız oldu yoldaşlar 8-də A bəndi. Uyğunluq bizə deyir ki, gözlənilmişdir 9-cu test tapşırığında. Dolayısıyla bu sual kifayət qədər sadədir. Bildiyiniz kimi Nikən sualları Şəmkirdədir. Arpata Şərurdadır, yanlış çıxaq bu. Varvara yolaqdadır, səhv. Bilək yoldaşlar, səhv. Bildiyiniz kimi Latın yox, müvafiqlər Ağdərə və Batı rayonlarında yerləşir. Ona görə də doğru cavabımız oldu 9-da D variantı.
10-cu suala gəlin nəzərə yetirək. Sual 10. Sualda deyir ki, Afrika materikində yerləşən çay və göllər üçün təbiə əlamətləri müəyyən edin. Həm ilk sual, həm də digər malik olan suallar mövcuddur. Məsələn, Kongo və Nil doğru fikirdir. Bir. Qida mənbələri Akar və buzlaq suları iştirak edir, yanlışdır. Burada daha çox yağış suları iştirak edir. Ona görə də yanlış oldu. Viktoriya gölündən başlayan çay Hind okeanına tökülür. Viktoriya gölünün axıntısı zaten bir söylediğimiz Nil çayının mənbəyidir və o Aralıq dənizi Atlant okeanına edir. Libosomanın yerləşdiyi çay mərkəzi Mozambikdə yerləşir. Bəli, Zambezi çayıdır bu. 1-4. 1-4 və davam edirik. Aralıq dənizi iqlim mühakim olan ərazilərdə çaylar qış ayları bol olur. Bəli, şimalda bu dekabr, yanvar, fevraldır. Mülayim hava kütləsinin yağıntısı hörmətlə cənubda iqlim yağıntıları hesab olunur. Düzgün cavab 1-4-5. Nadir Soğanbanı üzərində yerləşdiyi çay söhbət 20 sayından cənub istiqamında şərqli şimal axırlı çay 1-4 və 5 variantımız A bəndi hesab olunur 10-cu sual. 11-ci test tapşırığına diqqət edirik. Sayların qolları haqqında doğru fikirləri müəyyən edin. Deməli, doğru fikirlər soruşduğu üçün 11-ci suala baxanda Nil çayının Mavi Nil qolunun mənbəyi Tana gölündən başlayır. Efiopiyadan bir doğrudur. Volqa çayının Kama qolu Ural dağlarının şərq yamaclarından başlayır. Yoldaşlar, bu ifadə doğru değil. Ural dağlarının şərq yamacları təbii ki, qərbi Sibir ovalığına tərəf düşür. Ona görə də yanlış ifadədir. Mississippi çayının Ohio qolu Appalat dağlarından başlayır. Missouri və Arkansas Kordilyerdən, bəli, Ohio Appalatdan başlayır. Üst doğrudur. San Francisco çayı Amazon çayının sağ qolu hesab olunur. Xeyr, müstəqil bir çaydır. Braziliyadan axır. Kongo çayının bütün qolları ekvatorial iqlim quşağında yerləşir tərsdir. Sağ qolları şimal subekvatorial, sol qolları cənub subekvatorialdan gəlir. Angara çayı Baykal gölündən başlayaraq Yenisey çayına tökülür. Doğrudur. 1-3-6 variantımız oldu yoldaşlar. 11-də Y bəndi. 12-ci suala baxırıq yoldaşlar. Sual belədir. Eroziya bazisi eyni dəniz olan çaylar Don çayının eroziya bazisi deməli Azov dənizi hesab olunur. Azov. Oder, yəni Odra çayının mənsəbi deməli Baltik dənizidir. Baltik. Neva çayı Baltik dənizidir. Baltik. Sonra Visla çayı. Odra və Visla çayı. Bu da Baltik dənizidir. Baltik. Oka özü Volga çayına tökülür. O bildiyiniz kimi Adriatik dənizinə tökülür. Adriatik dənizi. Yoldaşlar, burada doğru cavabımız oldu. Təbii ki, 2, 3 və 4 variantımız B bəndi 12-ci sualda. 13-cü tapşırığa nəzər yetirək. Sualda deyir ki, Atlantik, Hind və Şimal Buzul okeanlarına aid olan coğrafi obyektlərin müvafiq adları. Alyaska körfəzi sakit, Liguriya dənizi Atlantik, Kotor adası Yəmənə məxsusdur, Hind və Viktoriya adası Şimal Buzuldur, Kanada tarixlərində 13-cü düzgün cavabı A bəndi oldu. Siyam körfəzi sakitdədir, Fandi körfəzi Atlantikdədir, Andaman dənizi təbii ki Hind okeanındadır, lakin burada bizə deyir ki, obyektlərin müvafiq ardıcılığı, deməli, Siyam körfəzi sakitdə, Fandi körfəzi Atlantikdə, Andaman dənizi Hinddə, Orange adası Şimal Buzul okeanında 13-də bizdə burada sakit Atlantik, Siyam, Fandi, Andaman dənizi, deməli, aid olan coğrafi müvafiq ardıcılığı, deməli, Fandi körfəzi, Andaman dənizi, Orange adası, bu da uyğun gəlir aslında, Andaman dənizi. Bu dağlarda problem var. O yüzden buna bakın. Kuril adası, diğer merkez Kuril adaları Fatih'te. La Plata körfezi, Arafur denizi, Bilsay körfezi bunu sorguluyor. Siyam körfezi Fatih'tedir. Fandi körfezi Atlantik'tedir. Andaman denizi, Orancıl adası. Orancıl adası şumalı da iki tanesini için görseniz. Bakın Kalimantan adası Atlantik'te, Baham adaları Atlantik'te, Sulawesi adası değil, Atlantik'te de ona göre bu ifade edilir. Bakın adası Atlantik'te, Kanara adaları Şimali Atlantik'te, Kanara adaları Atlantik'te, Timor adası Hindistan sahillerine göre Şimal denizi yok Atlantik'tedir. Ona göre bu yanlıştır. Bunlar yanlış oldu. Bir de B'den biz kaldık. Burada yan körfezi takipte uygun gelebilir. Fandi körfezi
Atletika uyğun gələ bilər. Andaman dənizi təbii ki, Hindistanıdır və Vrangel adası da. Burada iki dənə düzgün cavabımız var yoldaşlar. Onun sözü hesab edilir. Bu da bir texniki yəqin ki, səhv olaraq verilib burada. Növbəti suala baxırıq. Yoldaşlar 14. Məsələn, doğru olmayan bəndləri müəyyən edin. Yoldaşlar, bir Taxo çayıdır. Taxo. Deməli, içki hesab olunur. Luara çayı. Luara. 3. Burada biz deyəcəyik Elba çayı olacaq. Elba. 4. Visla çayıdır. Visla. 5. Burada biz deyəcəyik Reyn çayıdır. Reyn və 6. Bu yoldaşlar hesab olunur. Ukrayna arasına axıb gələn deməli Dnepr çayı. Dnepr çayı. Deməli 1-3-4. 1-3-4. 1 Taxo, 3 Elba, 4 Visla. Mülayim işıqlama qurşağında yerləşirlər. Bu doğru ifadədir. Biri biz seçməliyik. Biri getdir. Təbii ki, doğru ifadədir. Sonra 1-3-5. 1, yəni Taxo, 3, yəni Elba, bir də 5 Reyn çayı. Mənsəbləri mülayim dəniz iqlim tipində yerləşir. Yoldaşlar, bu ifadə doğru deyil. Çünki Taxo çayı mənsəbi subtropikdədir 2. 3 baxırıq. 3, 4, 6, yəni Elba, Visla və Dnepr yerləşdikləri ərazi cavan platformadır. Şərqi Avropa Birləşmiş Qədim platformadır. Yanlışdır. 4-ə baxırıq. 1, 5, 6, 1, 5, 6 Dnepr, Taxo və 5 Reyn çayı, bəli, tranzit çayı hesab olunurlar. Belarus, Rusiya, Ukraynadan axır. Bu İspaniya, Portuqaliyadan axır. Bunlar Avstriya, İsveçrə, Niderland və Almaniya ərazisindən axırlar. Bu ifadə doğrudur. 5-də nədir? Baxaq. 2, 4, 6, yəni Luara, Visla və Dnepr eyni okean hövzəsinə aiddirlər. Bildiyiniz kimi, burada biz baxırıq ki, bunlar eyni okean hövzəsinə aid olan çaylardır. Bir də 3, 4, 6 verib bizə. 3, 4, 6 bunlar biz deyəcəyik ki, daxili dənizlərə tökülürlər. Yoldaşlar, bu doğru ifadədir. 3, 4, 6-ya baxırıq. Daxili dənizə tökülürlər. 3 Şimal dənizinə, 4 Baltikə, bu da qaraya tökülür. Baltik qara daxilidir, amma 3 səhvdir Şimal dənizinə tökülür. Ona görə də bu ifadə doğru deyil. 2, 3, 6 cavab D bəndi hesab olundu 14-cü sualda. Növbəti test tapşırığına nəzər yetirək. 15-ci sual. Ardıcıllığın bizdən pozulduğu sıraları müəyyənə. Qar da İtaliyadadır, bilirsiniz. Vulkanik yox, buzlaq tektonik mənşəlidir. 1. Sayma gölü İsveç buzlaq tektonik, bu doğrudur. Tanganika gölü Tanzaniyada tektonik mənşəli göldür. Bu da İnari sayma. Deməli 15-də biz deyəcəyik yoldaşlar. İnari İsveç yox, bildiyiniz kimi Finlandiyadadır. İsveçdə Venerin Veteran gölüdür. Ona görə də burada təbii ki, səhv olacaq bu. 1-2-ni götürürük. Tanganika, Tanzaniya tektonik mənşəli bu ifadə doğrudur. İstiqlal bilirsiniz ki, Tacikistanda yox, Qırğızıstandadır. Yanlışdır, 4-ü seçdik. Winnipeg ABŞ-da Winnipeg gölü ABŞ-da deyil. Winnipeg gölü daha çox Kanadadadır. 1, 2, 4, 5. Cavabımız B-dir. Kalanları düzdür. Lobnos tektonik mənşəlidir. Maralgöl Azərbaycan Utkun-Bənd mənşəlidir. Balxaş Qazaxıstan tektonik mənşəlidir. Bizi pozulan sıralar lazımdır. 15-də düzgün cavab oldu. B bəndir. Növbəti suala nəzər yetirdik. Doğru olmayan ifadələri müəyyən edin. 14-cü fəaliyyət suarma kanalları quru iqlim şəraiti şuranlaşma yaranması səbəb olur. Bu ifadə doğru ifadədir. Ona görə də biz biri seçə bilməliyik. Bataqlıqlar quru sahəsinin 30%-dən çox texnikdir. Yoldaşda bu ifadə 11% yaxınlıqda texnikdən 2. Kanal dağlarında quru xəttinin yüksəkliyi aktiyavlarından daha çoxdur. Xeyr, bu ifadə təbii ki, doğru deyil. Bu qüddə daha aşağı olacaq. 2. Vaçiqon bataqlığı orta Sibirdə yox, qərbi Sibir ovalarındadır. 3-4 düzgün cavabımız doğru olmayanlar Y variantı hesab olundu. Pamir və siyahşan dava buzluqları askerinin təbii ki var. Təməli və tələbə pişləri 2000 metrdən yuxarıdır. Və son olaraq böyük səhrada zəngin arterial suları mövcuddur. Bəli, bunlar da təbii ki, sualı olmalı. 3-4 düzgün cavab Y bəndi hesab olundu. Yoldaşlar, növbəti sual. Bir bildiyiniz kimi Riga körfəzidir. Bildiyiniz kimi
deməli Fin körfəzidir. 3 bildiyiniz kimi Botnik körfəzidir. Botnik. 4 bildiyiniz kimi Ağdənizdir. 5 bildiyiniz kimi burada hesab olunacaq. Deməli əslində baxın, Riga, Fin, Botnik, Ağdənizi biləndən sonra 5 olacaq. Bilirsiniz yoldaşlar. Saf, Gerrak boğazı. Saf, Gerrak. 6 burada hesab olunacaq. Kova yarımadası. 7 bura hesab olunacaq. Jutlandiya yarımadası. Jutlandiya və 8 Ladoga gölü. Ladoga. Doğru cevabımız belə oldu. Riga, Fin, Botnik, Ağdəniz, Gerrak, Kova yarımadası, Jutlandiya yarımadası, Ladoga gölü. A bəndi 17-ci test tapşırığında. 18-ci suala nəzər yetiririk. 18-də belədir. Sual və Tanganika gölləri üçün oxşar əlamətləri müəyyən edin. Litosfer tavan konvergent sərvəti sərtdir. Tanganika konvergentdə deyil. Bilirsiniz, Afrika platforması burada platformalı prosesi olunur. Yerləşdiyi materikdə Aralıq dənizinin tipinə rast gəlinir. Həm Cənubi Amerikada, həm Afrikada Aralıq dənizinin tipi var. 2. Graben yerləşirlər. Sakın Graben deyil. Daha artıq ölkə arası yerləşirlər doğumdur. 4. Bunları eksogen olan təsirlə yaranmışdır. Xeyr, endogen və tropik qıvan boşan yerləşirlər. Bəli ki, tropik arasındadılar. Cavabımız 4-6 bəndə hesab olundu 18-ci sualda. 19. Doğru ifadələri müəyyən edin deyir. Yoldaşlar, Qara-Baltik Azov dənizləri qış aylarında donmaya məruz qalırlar. Bəli, şimal hissələri donur. Bir doğru ifadədir. Deməli, Amudərya və Sırdərya çayları qış aylarında boğusu olur, əksinə yayda boğusu olurlar, buzlaqlar əridiyi dövrdə. Parana çayı və bəzi qolları ağac axılmasına istifadə olunur. 3 doğrudur. Müqəddəs Lavrenti və Zambezi çayları keçid iqlim qurşağında yerləşir. Müqəddəs Lavrenti yanlışdır, mülayim iqlim qurşağıdır. Uqad don, Pesora və Saluin çayları qış aylarında donmaya məruz qalır. Yoldaşlar, Saluin dona bilməz. Cənub-Şərqi Asya çayıdır. Sayma və Venerum gölləri Mitsan gölü ilə eyni iqlim qurşağında yerləşir. Bildiyiniz kimi Sayma gölü, Venerum gölü və Mitsan gölü mülayim iqlim qurşağının gölləridir. Cavab 1, 3 və 6. Variantımız 19-cu test tapşırığında D bəndi hesab olundu. Növbəti suala nəzər yetiririk. Yoldaşlar, sual belədir. Sualda bizə deyir ki, A çayının orta meyilliyi 5 metr bölü kilometr, uzunluğu 680 kilometrdir. Biz burada ilk əvvəl meyillilik üsuluna baxırıq. Düşmə bölünsün uzunluq hesab olunur. Bizə burada 2,5 verilib. Meyillilik bərabərdir. Düşmə yoxdur, uzunluq var. Düşmə bölünsün 680 kilometr. O zaman düşməni tapanda biz 680'i vuracaq yoldaşlar. 2,5'e. Əlbəttə ki, 680'i 2,5'e vurduqda bu edir 1700 təbii ki metr. 1700 metri tapdıq düşməni. A çayının mənbəyində atmosfer təzyiqi 940 mm civə. A çayının mənsəbinin mütləq hündürlüyünü hesablayın. Dolayısıyla A çayının mənbəyində təzyiq 740'sı, normal təzyiqlərin səviyyəsində 760'dır deyə biz əvvəlcə onu tapacaq. 760 çıxılsın 600, 440 daha doğrusu. Arada fərq eləyir təbii ki 300 deməli 20 mm civə. Bundan sonra biz 320 mm civə hündürlüyə çevirdik. 10 metrə təbii ki də yazacaq 1 mm civə sütunu. 320 mm civə sütunu üçün isə bu olacaq təbii ki sayın biz mənbəyini tapmalı ötərik. X-imiz bərabərdir. 320 vurulsun 10 bölünsün 1 bu elədir 3000. Əgər mənbə sıx mənsəbi düşməni verirsə, mənsəb bərabər düşməyə, dolayısıyla biz düşməni tapdıq 1700, mənbəyini də tapdıq 3200. O zaman mənsəbin hündürlüyünü tapmaqdan ötəri 3200'dən 1700'ü çıxarıq. 3200 çıx 1700. Olmuş zaman 0, 0, 5 və 1. Yəni 1500 metr hesab olundu. Düzgün saat 20'də A variantı hesab olunur. 21-ci suala baxırıq. Əvvələ əsasən uyğunluğu müəyyən edilir. Yoldaşlar, birinci tərəfdə doğru, ikinci tərəfdə yanlış fikir olmalıdır. 21-ci sualda baxaq. Nil çayı səviyyəsi tənzimlənib, çünki üzərində nadir aslan suanları var. Bu doğru ifadədir.
həm mənbəyində, həm də mənsəbində günəş zenitdə olur. Nil sayının mənsəbi mülayim işıqlama qurşu olduğu üçün günəş zenitdə ola bilməz. Yanlış ifadədir, götürülür. Doğru, yanlış. Biri biz seçdik. Sonra baxırıq. Volqa yerləşdiyi ölkənin sahillərini üst okean suları yuyur. Bəli, Baltik dəniz ətrafında biz deyək ki, Atlantik, Şimal buzlu və şərqində sakit, bu ifadə doğrudur. Mənbəyi Mississippi çayının mənsəbi ilə eyni iqlim qurşağında yerləşmir. Mississippi çayının mənsəbi düşür, deyək ki, mənbəyi yerləşmir deyir. Mississippi çayının mənsəbi və Volqanın mənsəbi özü hesab olunur mülayimdə və Meksika körfəzi şimalı olduğu üçün və bizə deyir ki, iqlim qurşağında yerləşmir. Yox, daha doğrusu Mississippi çayının mənsəbi subtropikdədir və bu da müvafiq olaraq Volqa çayının mənbəyi mülayimdədir. Bu subtropikdə olduğu üçün bu yanlış xüsusiyyətdir. Ona görə də bilirsiniz ki, daha doğrusu doğru xüsusiyyətdir. Ona görə də biz bunu seçə bilmərik. Mürrey çayına baxırıq. Toplayıcı hövzəsi işıqlanma qurşağında yerləşir və aid olduğu okeanın sahəsi kiçilir. Hind-Okean sahəsi bildiyiniz kimi kiçilmir, böyüyür. Bu ifadə yanlış ifadədir. Ümumiyyətlə doğru tərəfdə verilə bilməz. Sonra 4-ə baxırıq. Mekong düşməsi Volqa çayının düşməsindən daha kiçik yox, daha böyük olmalıdır. Çünki Cənub-Şərqi Asiya Tibetdən axıb gəlir. Yanlışdır, doğru seçim verilə bilməz. Kolumbiya Yukon çayı ilə Okean hövzəsinə aiddir, Sakit Okean hövzəsinə doğrudur. Və Tiber Ocean tərəfindən yaranan relyef formalarına rast gəlinmir, yox, gəlinir olmalıdır. Bu ifadə yanlış oldu. 1-5. Lena Şimal Buz Okean hövzəsinə aiddir, doğrudur. Mənsəbi Amur çayının mənsəbi ilə eyni okeanda yerləşir. Xeyr, Amur sakitdə, Lena Şimal Buzdadır. Bu da yanlış ifadə. Ona görə də düzgün cavab. Birinci tərəfi doğru, ikinci tərəfi yanlış olanları 1-5-6 variantımız B bəndi hesab olundu 21-ci sualda. 22-ci test tapşırığına nəzər yetiririk yoldaşlar. Burada bizdən nə soruşur? Bizə deyir ki, eroziya baisi okean səviyyəsindən yüksək olan saylar. Reyn okean səviyyəsindədir. Okean səviyyəsi aşağıda. Deməli, Reyn okean səviyyəsində riskini getməz. Çünki Şimal dənizə səviyyəsi okean səviyyəsindən təbii ki, aşağıdadır. Gedəcək B. Orinoco okean səviyyəsində də riskini getməz. Sırdarya okean səviyyəsi yuxarıdadır. D. Samur külə töküldüyü okean səviyyəsi aşağıdadır. 1-ə D, B, Y. Aynen isə Şimal dənizində müvafiq olaraq Atlantik okeana zərər olduğu üçün bunlar okean səviyyəsidir. Deməli, cavab D və B-yə uyğun gəldi. Düzgün cavabı 22-də D bəndi hesab olundu. Yoldaşlar, 23-cü sual. Amazon çayı üçün doğru olmayan ifadələri seçməliyik biz. Uzunluğu xeyli Maranyon sayılan bir-birine qovuşduğu ərazi hesablanır. Doğru fikirdir. Səviyyəsi boyu kəsin dəyişmir. Doğru fikirdir. Çünki il boyu ekvatorialdır və yağıntı boldur. Yalnız bir ölkə ərazisinin axırı yanlışdır. Braziliya, Kolumbiya ərazilərini görür, Venezuelanı görür. 3. Axtığı ərazilərdə küçündə müsünü təşkil edir. Bu ifadə doğrudur. Yerləşdiyi materikdə mülayim musson iqlim tipinə rast gəlinir, yanlışdır. Burada mülayim dənizli, mülayim kontinental var Cənubi Amerikada. Mənsəbin yerləşdiyi sahillərdən soyuq yox, isti okean cəryanları keçir. Cavab oldu 23-də 3 və 6 variantımız budur. Doğru olmayanlar. 24-cü suala baxırıq yoldaşlar. Doğru ifadələri bizdən soruşur bu səfər. Quraq iqlim şəraitinə malik olan ərazidən axan çaylarda sel təhlükəsi mövcud deyil, əksinə mövcuddur. Palçıqlı sellər ola bilər. Bu ifadə yanlış ifadədir. Victoria və Ontario göllərindən başlayan çaylar eyni okean hövzəsinə aiddir. Bəli, Nil və Müqəddəs Labirent Atlantik okean hövzəsi. Bir Aral dənizi, bir Atlantika tökülür. 3-ə baxırıq. Dünya okeanında formalaşan dalğalar həm endogen, bəli, tsunami dalğaları, həm də eksogen, külək dalğaları 2-3 doğru ifadələrdir. Aralıq dənizinin orta duzluğu Oxot dənizinin orta duzluğundan daha azdır, yox, əksinə daha çoxdur. Şərqi Avropanın çaylarının dərələri genişdir və gəmisi yararlıdır, düzdür. Pluton və Basqınsaq gölləri müxtəlif materiklərdə deyil. Pluton, Aralsı və Basqınsaq Xəzərin şimalı Avrasiya materikindədirlər. Cavab 2, 3 və 5 oldu 24-cü test tapşırığında. Növbəti suala biz nəzər yetiririk yoldaşlar. İqlim qurşağında yerləşən adalar Aleut təbii ki mülayimdədir, Kuril mülayimdədir, Newfoundland mülayimdədir. Skoko subtropikdir, İspaniya subarktikdir, Son arktikdir. Doğru cavab bizdə oldu 1, 2 və 6. 1, 2 və
6. Növbəti test tapşırığına nəzər yetiririk. Orta duzluluğa malik olan 9 ton su. 1 ton orta duzluluqda bildiyiniz kimi 35 kiloqram duz var. 9 tonu tapmaqda təriflərdə bir tənasib x iliyəsi x bərabərdir. 5 vur 9 böl 1. Vurduğumuz zaman yavaşlar 45 4 yadda. Əlbəttə ki 31 edir. Yəni 315 bir daha vuraq. 35 vur 9 315 kiloqram. Bizə deyir ki, buxarlandırılaraq əldə olunan tuzu, yəni 115 kiloqramı Qırmızı dənizin neto ton suyundan almaq olar. Qırmızı dənizin 1 tonunda bilirsiniz ki 42 kiloqram duz var. 315 kiloqram duz almaq istəyirsə, bizə neto ton duz lazımdır. Bunu tapmaqdan ötəri 315-i vurasınız 1-ə, böləsik 42-yə. 15 böl 42 cavab 7 tam 10-5 10 edəcək. Düzgün cavab 26-da oldu 7 tam 10-5 ton. Yəni açıq sualın cavabı. Növbəti suala baxırıq 27-ci test tapşırığına. 27-də bizdən nə soruşur? Deməli, baxabilirlər. Amur çayı və Amudərya çayları verib bizə. Amur və Amudərya baxaq. Deməli, Amur çayı və Amudərya çayı. Qidalanması karbobuzluq xüsusunu təşkil edir. Amudərya çayı və Amur çayı. Burada təbii ki, olacaq Amudərya səməni bitindən gəlir Pamirdən A, A. Amada çox geniş istifadə edilmir. Əlbəttə ki, Amur çayı 1-ə gedəcək B. Mənsəbi subtropik iqlim qurşağında yerləşir. Yoldaşlar, bu ifadə heç birinə aid deyil. Hər ikisinin mənsəbi mülayim iqlim qurşağıdır. Ondan sonra biz deyəcəyik, mənsəbi orta qırışıqlıq vilayətində yerləşir. Amur çayı sifati alinə görə, yəni mezoid kimyəli qırışıqlığı ilə B-dir. Toplayıcı hövzəsində düz radiasiya kəmiyyəti böyükdür. Amudərya bilirsiniz ki, mərkəzasiya Qızılqum səhrası və Qaraqum səhrası arası ilə axdığı üçün burada düz radiasiya böyükdür. Deməli, 1-ə B-D, A-Y hesab olundu, düzgün cavab. Növbəti suala baxırıq. A dənizində günəş zenitdə olmur. Deməli, bu tropiklərdən kənardadır. Eyni zamanda yerləşdiyi ərazi gecə və gündüzün adi növbələşməsi pozulmur. Deməli, bu şimal mülayim işıqlanma qurşağında yerləşir və ya cənub mülayim işıqlanma qurşağı ola bilər. Mülayim işıqlanma qurşağı qısacası. Bu dəniz iki yarımkürədə yerləşir. Ya şimal-şərq, ya şimal-qərbdə və qərbində yerləşən dənizlə həm boğaz, həm də kanal vasitəsilə əlaqəsi mövcuddur. Deməli, bu Baltik dənizidir, bilirsiniz. Baltik dənizinin qərbində Şimal dənizi var və onun Şimal dənizi ilə Almaniya ərazisi, deməli, kanallar olaraq Skagerrak, Tegat, Böyük Belt, Dik Belt kanalları, boğazları və kanal olaraq Almaniya ərazisində çəkilmiş Şikil kanalı əlaqələndirir. Bu dənizin yerləşdiyi ərazi qədim platformadır. Təbii ki, burası Şimali Avropa qədim platformadır. İndi gəlirik. A dənizi birinci olacaq Baltik dənizi yoldaşlar. Baltik dənizi bildiyiniz kimi Baltik dənizi. Sonra bizə deyir ki, bu dənizə tökülən sayları. Bu dənizə tökülən saylara Şimali Avropa regionunda biz deyəcəyik. Deməli, birinci Oder, yəni buna biz Odra da deyirik. Odra. Sonra Visla, həmçinin Neva sayı. Eyni zamanda biz bunu deyə bilərik Neman sayı, Daugava sayı və sayı. 29-da A dənizinin ölkəmizə nəzərən istiqaməti və bu dənizin xəritəsinin ən az təhrifə tərtib edildiyi proyeksiyanı müəyyən elə. A dənizi ölkəmizə nəzərən bilirsiniz ki, Azərbaycana nəzərən şimal müvafiq olaraq kəndə yerləşir və mülayim enliklərdə əsas təsvir eləmək üçün daha çox konus proyeksiyasından istifadə edə bilərdik və son olaraq biz deyəcəyik ki, A dənizinin dənizinə aid olan körfəzlər biz şimaldan cənuba gəlsək, Botnik körfəzi, Fin körfəzi və Riga körfəzinin adını çəkə bilərik. Eyni zamanda deyir ki, A dənizi ilə eyni okean hövzəsinə aid olan daxil dənizlər, Avropada biz deyə bilərik ki, Azov, Qara, eyni zamanda Mərmərə, ondan sonra biz deyə bilərik Egey, Aralıq, Ren, Liguriya,
Liguriya, İyon və Adriatik. Bunlar müvafiq olaraq A dənizi ilə eyni okeanıza sahib olan daxili dənizlərdir. Bir daha təkrarlayıram. Qara, Azov, Aralıq, Adriatik, Tirren, Liguriya, İyonik, Mərmərə və s. Yoldaşlar, bu da sınaq imtahanı 5 gün izahları oldu. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun.